Salamlar, YouTube kanalıma hoş geldiniz. Gördüm məndən uzun vloglar istəyirsiniz. Dedim, niyə də yox. Bugün Argentinanın bayrağı olacaq. Yadınızdadsa keçən dəfə ev formasında şəkil çəkmişdim. Argentinanın ev geyimi. İndi isə səfər formasında başqa bir makyaj eləyəcəm. Görək necə alınacaq. Demək var ki, mənə lazım olan temporetlərini və makyaj ləvazimatlarını götürmüşəm. Bunlar saç məhsullarıdır. Bunları qardaşımdan uğurlamışam. Keçək makyaja. Könül istərdi ki, mən bunu Argentinanın qalibiyyəti ilə paylaşım, amma çox təəssüflər olsun ki, Argentina dünən uduzdu. Çox pis oldum, xeyli ağladım, bütün Argentina fanatları kimi. Sonra özümə gəldim, dedim YouTube izləyicilərim məni gözləyir. Vlog paylaşmalıyam. Sonra gördüm kamera biraz uzaqdadır, sizi birazdan biraz yaxın alacaq. Bu arada qısa müddət ərzində artıq 40 min abunəyə yaxınlaşırıq. Hər birinizə çox təşəkkür edirəm. Bundan sonra bol vloglar gələcək. Kanalıma abunə olmağı, like eləməyi, videonu ən əsası və ən sonda da şərh yazmağı unutmasanız çox sevinərəm. Əvvəl başlayıram BB kremlə, çünki tanal krem istəmədim. Sonra boya. Sonra qardaşımın bax bu boyaları köməyimə çatdı. Əvvəlcə üzümə Argentina bayrağını çəkirəm, izini qoyuram, sonra makyaja keçirəm. Əvvəl göz makyajları mənə çox çətin gəlirdi. Çünki deyirdim ki, eləyə bilmərəm, amma öyrəndikdən sonra gördüm ki, göz makyajları çox asandır. Bugün evdən çıxmayacağam. Elə makyajı evdə eləyəcəm. İşdə yoxdur. Ona görə də istədim ki, daha ucuz, daha orta qiymətli, daha doğrusu məhsullarla makyaj edeyim. Lüksləri qoymuşam kənara, onlara qıymırdım. Çünki olsa biraz da makyajı yuyacam və heç yerə getmirəm. Uşaqlıqdan futbolu çox sevirəm. Məni atam ilk dəfə olaraq Ronaldinho ilə tanış eləmişdi. Sonra Maradona. Sonra yavaş-yavaş Messi, Ronaldo, El Clasicolar və tamam başqa bir sevincdir bu, hissdir. Ümumiyyətlə dünən finala baxdınızmı? Siz hansı komandanı dəstəkləyirsiniz? Futbola marağınız varmı? Mütləq şərhlərdə yazın, söhbət eləyək. Sizin də fikirləriniz mənə çox maraqlıdır. Makyaj eləyəndə həmişə mənə deyirlər ki, Aytaç, o qaşlarına da nəsə elə. Amma bilmirəm, mən qaşlarıma heç nə eləmək istəmirəm. Heç qaşlarımı doldurmaq da istəmirəm. Bilmirəm, onun o təbii duruşu mənim çox xoşuma gəlir. Belə kəskin bir xət görüntüsünü mən qaşlarda sevmirəm. Deməli, keçdik bayrağı gözümüzə çəkməyə. Əvvəlcə orta hissəyə konsiler istifadə edirəm. Niyə? Çünki onun üzərindən ağ tenlə gedəndə çox qəşəng görsənəcək. Amma konsilersiz ağ teni istifadə edəndə çox da bayrağın rəngləri seçilmədi. Ona görə mən bu üsulu seçdim. Buradasa mahnı oxuyuram, çox sevincliyəm. Görürsən nə oxuyuram? Yəqin Argentinanın himnini oxuyuram. Çünki çox inanırdım ki, qalib gələcək. Eyb yoxdur, biz yəni onu sevirik. Ağ rəngi götürürəm. Bu paleti mən bütün Bakıda axtarmışdım. Ən sonda getdim. 28-də Golden Rose mağazasından tapdım. Not brendinə aiddir. Çox qəşəngdir qızlar. İçində rəngarəng. Bütün rəngləri var. Bu arada gündəlik istifadə etdiyiniz rəngləri də alsaz çox pigmentlidir. FIFA'nın topunu tapa bilməmişim. Daha doğrusu çox bahaydı. İstəmədim ona o qədər top yox, pul verim. İstəmədim ona o qədər pul verim. Ona görə qardaşıma dedim ki, xahiş edirəm bu topu rənglə. FIFA'nın topu kimi elə. O da deyir ki, Aytaç, FIFA'nın topunda yəni üzərində yazılar var, logolar var. Bunu heç cür ona oxşatmaq olmaz. Onda dedim ki, heyifdir. Dəymə, qoy. Necə varsa elə də qalsın. Sonra mavi rəngi gözümün ön hissəsinə vurmaq istədim. Bildiyiniz kimi bayrağın rəngi mavi, ağ, mavidir. Mən də gözümün önünü və kənarını mavi, ortası isə ağ rənglə eləyəcəm. Burada bilmirəm pigmenti nə qədər görsənir, amma realda çox pigmentlidir. Təəssüf ki, videoda o qədər görsənmir. Ən sonda mən istədim ki, həmin bu rənglərin üzərindən zərlər də əlavə edeyim. Düşündüm, dedim görəsən şit görsənər, yoxsa necə? Amma baxdım, xaricdəki qızların videolarına çox qəşəngdir. Hətta qaşlar belə düzürlər, o qədər gözəl görsənir ki. Çox təəssüf ki, bizdə Instagramda səs spam olur deyə silinir videolar. Ona görə yarımçıq eləmək lazımdır. Ya da ki, mahnı dəyişmək lazımdır. Ya da ki, 27 saniyə paylaşmaq lazımdır. Bu da nə bilim heç xoşa gələn deyil, çox təəssüf. Bu arada mən Instagramdan, TikTokdan izləməyi unutmayın. Orada da adım buradan eynidir, eyni addır. Hətta Instagram story'də spoiler verirəm ki, bundan sonraki vlog nə olacaq? Ən tez oradan məlumat ala bilərsiniz. Deməli bu skoçları gözümün yanına etdim ki, belə düz alınsın. Çünki göz kölkəsi simmetrik alınanda çox qəşəng görsənir.
Burada da gözümün dibindəki rənglə eyni elədim. Əvvəl fikirləşdim biraz tünd, sonra dedim yox, onda tam bayraq kimi olmayacaq. Bundan əvvəlki Fransanın bayrağını gözümə çəkəndə təsəvvürün 3 saatdan çox vaxtım getmişdi. Sonra isə gördüm ki, mən bayrağı səhv çəkmişəm və mamamın da belə şeylərdən xoşu gəlmir. Dedi ki, bu nədir? Get bayrağı düz çək. Mən də silib düz 2 saata yaxın onu yenidən düzəltmişdim. Çox sevindim ki, burada elə bir hal baş vermədi. Bu cür pigmentli rəngləri əlinizlə çəkdikdə daha qəşəng olur bu arada. Baxın, sizə burada yaxından da göstərirəm ki, necə oldu. Məndən çox vaxt necə makyaj etdiyimi soruşurlar ki, məsələn, bunu paylaşım. Mən dedim ki, niyə də bunu elə YouTube platformamda paylaşmayım, istəyəndə oradan girib baxa bilər. Ən sonda qərarı aldım ki, yox, bu zərlərdən istifadə eləyəcəm. İndi bir dənə bunun pigmentinə baxın, necə qəşəngdir gözümün üzərində. Bir amcı elə bil ki, həmin o mavinin tonunu açır, yox, daha doğrusu daha tündləşdirir və bilinir ki, burada mən bayraq çəkmək istəmişəm. Ən sonda videoda da həqiqətən də çox gözəl alındı və bunu istəyirəm ki, linerin üzərindən bir xətt kimi keçim. Bilmirəm indi nə qədər uğurlu alınacaq. Məncə videoda çox da görünmədi linerin üstündən bu zər. Sizə burada göstərməyə çalışıram. İndi bu ən sevdiyim Stellary brendinə aid olan linerdir. İnanın ki, qızlar, yəni bunun 3 qat bahasına olan linerlər də məndə var. Amma çox qəşəngdir, yağ kimi. Hələ Instagramda mən bunu paylaşanda bir dəfə demişdim ki, utanmasa lineri özü çəkər, o qədər qəşəng teksturaya malikdir. Mən futbola aid olan videoları paylaşanda çox maraqlıdır ki, məni başlayırlar linç eləməyə. Qız nədir, futbol nədir, sənin məlumatın yoxdur və s. və s. Bu mənə o qədər gülməli gəlir ki, hələ məndən əlavə başqa xanımlar da paylaşanda sanki bəzi kişilərin xüsusi aqressiyası yaranır və bu heç düzgün deyil. Kənardan çox gülməli görsənir. Həqiqətən də informasiya bazası olan, doğrudan da futbolu sevən, yaxından maraqlanan, gedib stadionda dəstək olan en qədər mən xanım tanıyıram. Heç sizdən belə necə deyərlər, müzakirəyə belə daxil olmazlar. Çox belə ürəkdən sevirlər bu idman növünü. Ona görə də məncə belə şərhlər ən mənasız şərhlərdir. Əvvəl mən biraz pis olurdum. Sonra deyirdim ki, yox, çünki necə deyərlər, mübahisənin də bir mədəniyyəti var və belə ifadələrə ümumiyyətcə fikir verməmək lazımdır. Amma qlobala düşən heç bir videoda mən bununla rastlaşmıram. Xanımlar o qədər gözəl makyaj eləyir, o qədər gözəl azarkeşlik eləyirlər ki, və çox qəşəng də orada şərhlər yazırlar. Sadəcə olaraq rəqib komandaların necə deyərlər, azarkeşləri, ola bilər ki, orada biraz dalaşsınlar şərhdə. Amma həmin xanımlara ay nə bilim sən bilmirsən, sən getmə, baxma kimi ifadələr yazılmır. Deyəsən bizdə bu daha qabarıqdır, amma olmasa çox yaxşı olar. Çünki biz xanımlar stadiona məncə bir işıq, bir bəzək qatırıq. Yox, mənimlə razılaşırsınızsa mütləq şərhlərə yazın. Mənim bu makyajda ən çətinlik yox, daha doğrusu biraz məni bezdirən hissəsi saçlardır. Çünki saçlarım biraz qalındır və uzundur. Ona görə onu yığıb yığışdırmağa biraz çətinlik çəkirəm. Bu arada bu tur üçün ürəyim gedir. Efsan Lara'nın doğrudan da pulunu büklər demiş haqq edən bir məhsuldur. Kiprikləri az qalsın ki, göyün üzünə qaldırsın. Hansı ki, mənim kipriklərim düz uzundur, amma şarımlı deyil. Yəni biraz düz kipriklərdir. Sizə növbəti vloqum haqqında spoiler vermək istəyirəm. Növbəti vloqumda təsəvvür edin ki, onu çəkmək üçün gecə saat 3-də oyanmalıyam. Sizcə mən nəyi çəkməyə gedəcəm? Mənə çox maraqlı olan, çox görmək istədiyim bir şeyi çəkməyə gedəcəm. Amma deməyəcəm. Görək kim tapacaq. Əgər tapsaz onu şərh bölməsinə yazın. Gələn videoda tapan şəxsin adını səsləndirəcəm. Və makyajımızın sonuna artıq gəlib çatırıq. Burada
ən sevdiyim ənliyi istifadə edirəm. Biraz çox istifadə edirəm. Niyə? Çünki videoda daha qabarıq görsənməyini istəyirəm. Əslində çox istəyərdim ki, vaxtım bol olsun və mən dünya çempionatında iştirak edən bütün komandaların makyajını edib paylaşım. Adi bir dənə Argentina və bir dəfə də Fransanı çəkib paylaşmışam və Fransanı paylaşanda məni orada çoxlu linç elədilər və sən Argentina fanatıydın. Burada da özümü isbat eləməyə çalışırdım ki, mən Argentina fanatıyam, amma sadəcə olaraq bu mənim kontentimdir. Mən də kontentimi uyğunlaşdırıb hamısının makyajını çəkmək istəyirəm. Sonra gördüm ki, yox, məni öldürəcəklər. Ona görə də ancaq Argentina çəkdim. Təsəvvür edin, hələ finaldan öncə həm İspaniya, həm Argentina çəksəydim, ümumiyyətcə məni öldürərdilər. Burada mistakeslə dodaqlarımı çərçivəyə alıram. Dodaqlarım çox ön plana çıxmağını istəmirəm. Ona görə də az kontrollayacağam. Çünki burada əsas məqsəd gözlərimdir. Bu arada videonun ən sonunda makyajımın necə alındığını paylaşacağam. Xahiş edirəm ki, şərh bölməsinə yazın ki, necə alındı. Qəşəngdir yoxsa yox. İndi bilmirəm, YouTube həmin o short videomun əgər səsini alsa, short videomun səsli şəkildə Instagramdan və TikTokdan izləyə bilərsiniz. Çünki bu trend musiqi olduğuna görə çox güman ki, YouTube həmin səsi siləcək. Amma eybi yox, mənim şirin izləyicilərim gedib əsl versiyasına əgər istəsələr baxa bilərlər. Burada isə Kiko'nun bu bəziləri bəyənən, bəziləri bəyənmədiyi həmin o glossundan istifadə edirəm. Bir dəqiqədən sonra gloss quruyur və bu makyaja məncə yaraşdı deyə düşünürəm. Üstündən gloss vurmadım çünki dediyim kimi dodaqlarım çox ön plana çıxmağını istəmirəm. Və gəldik saça. Bu saçı bir dəfə eləmişdim. Əgər yadınızdadırsa, bir trend vardı, animasiya trendi. Çox bəyənmişdiniz. İndi həmin saçı futbolla uyğunlaşdırmaq istəyirəm. Burada bir dənə çətin odur ki, mənim çolkamın biri yarıdan bölürsən və onu kənarlara yerləşdirməlisən. Çox təəssüf ki, mənim çolkam biraz qısadır. Ona görə burada çox az əziyyət çəkdim. Bu saçı necə eləyirsən? Əvvəlcə çolkaları yandan belə rezinləyirsən ki, həmin saça qarışmasın. Bu saçı mən jel eləyirəm ya da ki, lakla vururam. Amma siz əgər harası gedirsinizsə və deyirsiniz ki, yox, mən istifadə eləmirəm jel, saçımın başıma yapışmağını istəmirəm, sonra saçımı yumaq istəmirəm, o zaman laksız və gelsiz də eləyə bilərsiniz. Amma bu effekti nə qədər verər, artıq onu bilmirəm. Çünki mən istəyirdim ki, saçlar qarışmasın və videoda çox belə səliqəli görsənsin. Çox adam elə bilir ki, biz Messi'nin kubok ala bilmədiyinə görə pis oluruq. Yox, biz pis oluruq ki, Messi bir də dünya çempionatında oynaya bilməyəcək. Biz bir də Ronaldo, Messi kimi El Clasico'lar izləyə bilməyəcəyik. Nə qədər də Yamal gəlsə, nə qədər də məşhur futbolçular gəlsə, həmin era dövr bitdi. Amma nə yaxşı ki, biz 90'lar aşağı olmuşuq. Biz nə yaxşı ki, oyunları görmüşük, izləmişik, o həyəcanı keçirmişik. Buna görə mən çox sevinirəm həqiqətən də. Yəni gözümün qabağından o oyunlar getmir ki, getmir. Bilmirəm, bəlkə də yenə də yaxşı futbolçular formalaşacaq. Maraqlı dünya çempionatları olacaq, maraqlı Avropa çempionatları olacaq. Amma məncə artıq o dövr getdi. Və ürəyimiz istəyəndə açıb baxa biləcəyimiz maraqlı El Clasico'lar qaldı bizim yaddaşımızda. Bilmirəm, indi siz hansı komandanın azarkeşliyi edirsiniz, onu mütləq yazarsınız. Mən də istəyirəm ki, xatirə kimi bu vlog mənim səhifəmdə qalsın. Qocalanda açın baxım və oxuyum ki, mənim izləyicilərim bəs hansı komandaya azarkeşliyi edirdilər. Bu arada artıq Qarabağın oyunları gələn həftədən, daha doğrusu bu həftədən başlayır. Bilmirəm, gedəcəksiniz yoxsa yox. Stadionda bir-birimizi görərik inşallah. Mən çalışıram ki, çox oyunlarına gedin və onlara dəstək olun. İndi gəldik saçımın bu hissəsinə. Baxın, gördüyünüz kimi jele ilə yığdım. Sonra üstündən lakla keçə də bilərsiniz. Çünki kiçik-kiçik saçlar çıxır. Bax, lak onun qarşısını alır. O səliqəsizliyi aradan götürüb. Burada çaşıb saçıma ağ rezin vurmuşam. Onu göstərirəm sizə. Əslində ağ rezin vurmamalıyım. Çünki oradan görsənir. Ən sonunda onu qara rezinlə əvəz edəcəm. İndi isə saçlarımı arxa hissəyə hamısını yığacağım. Çünki çolkalarımı burada düzəltməliyəm. İşin ən çətin tərəfi. Əslində çox da çətin deyil. Belə ki, əgər sizin balaca zajimləriniz olsa, ona nə deyirlər? Azərbaycan dilində yadımdan çıxdı. Kiçik
Neyse onu siz yazarsınız. Azərbaycan dilində bu çolkaya vurduğumun adına nə deyilir? Onun qara rəngində olsa çoxlu. Bax bu çolkanı bu kənara çox səliqəli şəkildə aparıb yerləşdirə bilərsiniz. Amma dediyim kimi mənim çolkamın qabağı qısadır, ona görə mənə çətin olur. Mən qara rəngi saçıma çox yaraşdırıram, amma mənə yaraşan ikinci bir rəng də var ki, qırmızı rəngdir. Daha doğrusu bardov rəngdir. Uzun müddətdir mən fikirləşirəm ki, saçımı yenə bardov rəng edim. Amma saçımda qara rəng var deyə çox çətin olacaq. Saçım açılacaq, yanacaq. Onsa bunu bir dəfə yaşamışam məsuliyyətsiz bir usta üzündən. Güclə uzatmışam saçlarımı, güclə müalicə eləmişəm. İndi yenidən elə etsəm əgər, düşünürəm ki, yəni onu toparlamaq, yenidən saçlarımı uzatmaq mənim üçün çox çətin olacaq və mən yenidən depressiya yaşayacağam. Qalmışam belə. Amma indi mənim saçlarımın belə deyək qayğısına qalan ustam mənə deyir ki, Aytaç heç narahat olma. Çox asan şəkildə onu aça bilərik və saçlarını bardov rəngə boyaya bilərik. İndi mən qalmışam belə. Onu da şərhlərdə yazarsınız. Sizcə saçlarımı qırmızı edim, yoxsa qara rəngdən davam edim? Bu arada deyim ki, mənə çox yaraşır. Bacı qardaşı, mənim bilirsiniz qardaşımla səhifəm YouTube kanalım var. Oradan izləyənlər, lap old izləyicilərim bilir ki, mən bir dəfə bu rəngi etmişəm və mənə çox yaraşdırmısınız. Belə saçlarım da demək olar ki, artıq bitir. Sizə yenə də təşəkkür edirəm. Qısa müddət ərzində YouTube kanalımı bu səviyyəyə çatdırdığınız üçün. Kanala abunə olmağı, like eləməyi və şərh yazmağı unutmayın. Video boyu sizə çoxlu suallar vermişəm. Sizcə makyajım necə oldu? Dediyim kimi videoda bilməm nə dərəcədə görsənir, amma mən tez-tez yaxınlaşıram ki, siz mənim makyajımı orada görəsiniz. Burada çalışıram ki, lak gözümə girməsin. Mən bəzən bu çolkanı laklamağı sevirəm bu saç düzümündə. Bəzən sevmirəm. Siz laklamaya da bilərsiniz. Məncə onda daha təbii görsənir. Amma yox, harasa gedirsinizsə, saatlarla orada, məsələn, toy, nişan, tədbir, bilmirəm artıq harasa, onda lak mütləq lazımdır ki, çolkanız xırda-xırda o tüklər orada sizə maneçilik göstərməsin. Yəni o fresh görüntünü itirməsin. Sonda isə biraz dodaqlarıma fresh görüntü vermək istəyirəm. Onu da biraz çəhrayı rəngdən etmək istəyirəm. Düzdür, bəlkə də çəhrayının üzərindən biraz gloss vursam daha yaxşı olardı. Yenə də etmədim. Makyajım necə oldu? Ən sonda yadıma düşür ki, Argentinanın bayrağını edirəmsə orada əlbəttə ki, sarı rəngdən istifadə eləməliyəm. O ulduzu çəkməliyəm. Məndə sarı rəngin pigmenti o qədər də güclü deyil. Bilmədim necə alındı deyərsiniz. Çalışdım ki, oradan sarı nəsə görsənsin. Amma videoda Instagramda yazıblar ki, yanağınızda sarı ulduz görsənir. Keçən dəfə burnunuzdaydı, bu dəfə yanağınızdadır. Çox diqqətli izləyicilərim var. Deməli alınıb, deməli bəyəniblər. Mən nə etdim? Əvvəlcə sarı zərlə o ulduzun belə deyək xətlərini çəkdim. Xətlərini çəkəndən sonra isə ten paletində olan sarı rənglə həmin zərlərin üzərindən getdim. Onda həm daha qalıcı oldu, həm də görsəndi ulduz. Beləliklə YouTube kanalımın ən dəyərli videolarından birini bitirdim. 2026-cı il Dünya Çempionatı. Argentina finalda təəssüf ki, məğlub oldu. Amma eybi yox, mən yenə komandanı sevirəm. Makyajım hazırdır. Deyin görüm necə oldu. Bu da mənim son halım. Düzdür, ulduzum görsənmir. Ulduzuma da baxın. Çox sağ olun ki, qısa müddətdə kanalımı bu qədər abunə sayına gətirdiniz, çıxartdınız. Təşəkkür edirəm. Necə oldum, şərhlərdə yazarsınız. Dedim, indi o videonu çəkeyim. Sizin üçün editləyib bura qoyacağım. Bilmirəm, YouTube səsini siləcək ya yox. Əgər sizsə TikTok və Instagramda baxarsınız. Hər şey üçün təşəkkürlər. Kanalıma abunə olmağı, şərh yazmağı və videonu bəyənməyi unutmayın. Sağ olun. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up.